Hər vaxtınız xeyir dostlar. Bu günləri idmançı Tülün Ələkbərov və onun tələbəsi Abbas Rəhimlinin Sumqayıt Şəhər Məhkəməsində apellyasiya şikayəti üzrə prosesi baş tutdu. Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə onlar barəsində Abşeron rayon məhkəməsinin qərarına əsasən 4 aylıq həbs qəti imkan tədbiri dəyişdirilmədən saxlanıldı. Yəni ev dustağına buraxılmadı və onun vəkili 28 saylı vəkil bürosunun vəkili İzzət Mehdiqanov bildirib ki, bununla bağlı dayanmayacaq, yenidən apellyasiya şikayəti verəcək və hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci, yəni quldurluq qabaqcadan əlver olmaqla bir qrup şəxs tərəfindən törədildikdə və 181.2.5-ci, yəni quldurluq silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə maddələri ilə ittiham rəsulub onlara və qeyd edim ki, hadisə Abşeron rayon ərazisində qeydə alınıb. Dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə qarşı kəsici alətlə həmin şəxslər Tülin Ələkbərovun tələbəsinin xəsarət yetirdiyi bildirilir və ondan 110 manat pulunu almaqda təqsirləndirilirlər və qeyd edim ki, Abşeron rayon polis idarəsi əməkdaşı tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxs, yəni Tülin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli saxlanılır.